Biləsuvarda kişi toyda mahnıya görə döyülüb. Hadisə Amankənd kəndində baş verib. Sakinlərdən birinin həyətində keçirilən toy axşamı məclisində toy sifarişi üstündə mübahisə yaşanıb. Belə ki, qonaqlardan biri bəyin dayısı oğlu 32 yaşlı Mustafa Bədirovun sifariş etdiyi mahnını dayandırıb. Bu zaman onların hər ikisi sərxoş olublar. Onun hərəkəti Mustafanın xoşuna gəlməyib. Nəticədə Mustafa əsəbləşib və onlar arasında sözlü mübahisə başlayıb. Mahnını dayandıran şəxs isə bəyin qonşusu imiş. O, məclisdən çıxıb evinə gedərkən Mustafa Bədirov ona yaxınlaşaraq sifətinə yumruq zərbələri vurub. Lakin o, sərxoş olduğundan vurduğu zərbələrin sayını xatırlamır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Mustafa Bədirov ifadəsində əməlindən peşman olduğunu və zərər çəkənlə barışdığını bildirərək işə xitam verilməsini istəyib. Biləsuvar rayon məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.